Şəkinin Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğu ərazisində Gastronomiya Festivalı keçirilib. Festivalda təşkil olunan yarmarkada ümumilikdə 26 bölmə üzrə 13 stenddə məhsullar nümayiş olunub. Qeyd edək ki, Şəkinin tarixi mərkəzində keçirilən festivalda kənd təsərrüfatı siyasəti və gastronomiya üzrə ekspertlərin forumu, hökumət nümayəndələri, o cümlədən də sənaye mütəxəssislərinin iştirakı ilə biomüxtəliflik, şərabçılıq üzrə dəyirmi masa təşkil edilib. 30-a yaxın yerli istehsalçı fermer tərəfindən hazırlanan məhsulların yarmarkasında həmçinin dequtasiya və ustad dərsləri keçirilib. Musiqiçilərin, folklor qruplarının və sənətkarların çıxışları da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.